İndi biz ölkə teleməkanında ilk dəfə olaraq həmişə bağlı olduğumuz Xankəndiyə bağlanırıq. Əməkdaşımız Vüsal Mətləbin həyəcanını görək və onu eşidək. Vüsal, Xankəndidən efirimizə qoşulan və Xankəndiyə qoşulan ilk jurnalistlərik. Fərqli duyğulardır. Salam Mümtaz, bəli, biz sizinlə müxtəlif tədbirlərdən, müxtəlif səfərlərdən, müxtəlif məkanlardan bağlantılar etmişik, amma bugünkü tamamilə fərqlidir. Məsələ burasındadır, fərq burasındadır ki, bəli, biz bugün Xankəndidəyik və bugün Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bir qədər əvvəl Azərbaycan prezidenti burada Azərbaycan bayrağını dalğalandırdı və daha sonra Azərbaycan prezidenti çıxış etdi, Azərbaycan xalqına müraciət etdi və bildirdi ki, bugün, bu tarixi günün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə təsadüf etməsinin həm də bir rəmzi mənası var. Prezident tarixi ekskurs eləyərək xatırlatdı ki, 1969-82-ci illərdə, hansı ki, həmin illərdə ümummilli lider məhz Azərbaycana rəhbərlik eləyirdi. Həmin dövrlərdə bu coğrafiyada, eyni zamanda bu ərazidə, keçmiş Dağlıq Qarabağ vilayətində heç bir hər hansı bir hadisə, xoşagəlməz bir hadisə baş verməmişdi. Hər hansı ayrı seçkilikdən söhbət gedə bilməzdi. Baxmayaraq ki, separatçılar bu məsələni xüsusilə qabardırdılar. O vaxt hərəkat hesab etdikləri o cərəyanda, Artsaq cərəyanında, Qondarma Respublika cərəyanında bunu xüsusilə qabardırdılar. Halbuki ən yüksək vəzifələrdə ermənilər təmsil olunurdular. Və bu hadisə, bu Qondarma Respublika məsələsi, eyni zamanda bu ərazinin Ermənistana birləşdirilməsi ilk dəfə Fransa qəzetində işıqlandırılmış, qabardılmışdı və Prezident İlham Əliyev çıxışında bu məqama da toxundu və qeyd etdi ki, bəli, göründüyü kimi yenə Fransa. Azərbaycan isə tarixi ədaləti bərqərar etdi və eyni zamanda 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü təmin etdi. Daha sonra 19 sentyabrda 24 saatlıq lokal antiterror tədbirləri ilə bu ərazini də eyni zamanda Xankəndi daxil olmaqla Azərbaycanın suverenliyinə daxil oldu və beləliklə tarixin, ədalətin təntənəsi adlandıra bilərik bunu. Bu binada oturanların, Prezident İlham Əliyevin çıxışında bu məqam var idi. Bu binada oturanların çoxsu Azərbaycana meydan oxuyurdu və bildirirdi ki, tankları Bakıya qədər gələcəklər və belə də oldu. Bugün Qənimətlər Parkında erməni tankları nümayiş etdirilir. Eyni zamanda yenə bu binada oturan özünü prezident hesab eləyənlər Bakıda çay içəcəklərini deyirdilər və bugün onların çoxsu, bəli, Bakıda İstintaq Təcridxanasında çay içirlər. Belə, dövlət başçısının bu bölgəyə səfəri davam eləyir. Gün ərzində bir neçə tədbir olub və bundan sonraki saatlarda da tədbirlər davam eləyəcək və biz yəqin ki, növbəti buraxılışlarımızda bu hadisənin həm tarixiliyini, həm baş verən hadisələrin xronikasını təqdim etmək və şərh etmək imkanımız olacaq.